Betim kitayında, indi hamısı kitayında. Yaşa tekerləri var. Elektrik motorludur. Krolosunu hələ qoymamışam. Krolosunu da qoyacağım. Qəşəng güclü farası var. Sonra da burada da belə zamoku var. Açırsan buradan. Bu sürətlərdir. Burada da ışıqdır. Bu da siqnaldır. Belə. Velosipedi gösterdim. İndi danışmaq istədiyim şeylərdən biri bunun bas sistemidir. Keçən dəfə danışdım, onu deyəsən tam izah eləmədim. Elektrik velosipedlərə maraq artır, amma hamı bilmir də bunun xüsusiyyətləri nədir. Yəni kimlərəsə maraqlı olacaq, ona görə çəkirəm, yazıram. Bas sistemi belə bir şeydir ki, burada görsən, mən bremeni qoymuşdum bura. Rezin azatla bərkitmişdim, öyrənmişdim, bir görmüşdük, işləmir. İşlədi işləməyinə, amma mən istəyən kimi işləmədi. Yəni elə imini ondan danışmaq istəyirəm ki, onun işləməyi nətərdir. Biri var ki, sən pedalı, o əslində pas sistemi kömək deməkdir də, onun İngilis şifrəsi var, ayağa kömək edir. Sən ayağı fırlatdıqca motorda qoşulur, sənə kömək edir. Və yaxud əksinə, vagonda motorun gücü çatmayanda sən ayağından motora kömək edirsən. Məndə isə biraz ürəyimcə olmadı, xoşuma gələn kimi olmadı. Ona görə ki, mən belə istəmirdim. Mən ayağımı pedala fırladan kimi, elə ki pedala başlayıram fırlatmağa, təxminən 1-2 qruqdan sonra pas sistemi qoşulur, yəni motor qoşulur bütün gücünə, polnu xoduna qoşulur, polnu xodunda gedir. Yəni mən deyək ki, parkdayamsa və yaxud hardayamsa və asta bir, yüngül bir yoxuşdayamsa, azca qaz vermək istəyirəmsə, bu yox, bu polnu qaz verir, basır gedir. O mənim xoşuma gəlmədi, mən elə istəmirdim. Amma var ki, o yəqin ki, bu kontroller var bunun içində. Bunu o videolarımda için göstərmişəm, içində nə var, nə yox. O bunun beynidir də hesab elə də. İndi maşınlara təbdir bunun beyni, bu da bunun beynidir. O hər şeyi hesablayır, hər şeyi ötürür, verir. Hər şey oradan gəlir. Bütün hər şey, qaz da, işıq da, hər şey, motorun bütün rejimləri də, hamısını kontrol ötürür. Komanda ora gəlir, oradan da ötürülür. Evdən çıxmışam bir, nə qədər deyim, bir 5 kilometr olar yəqində bir dənə yürüyüş eləmək istəyirəm. İkinci dəfə cəhdimdir. Görək. Başdan onu deyim ki, elektrovelosipeddir sürdüyüm. Almışam, işləmiş özü almışam. Biraz nasaz idi, düzəltmişəm ora burasını. Pas sistemi vardı bunun, işləmirdi, onunla danışaram. İndi çıxmışam yola. Çoxdan da velosiped sürmürəm. Biraz da görəndən sonra ki, bunun bataryası vardı, adam heç pedal fırlatmaq istəmir. Ən çoxdan da görə ki, çoxdan da sürmürəm. Bir də var ki, sən ayağını pedalda yavaş-yavaş fırlayacaqsansa, motor da asla sürətdə qoşulacaq. Sənə çox lazımdır, çox basırsansa, tez-tez fırladırsansa, o da tez-tez fırlanır. Eyni zamanda da bunun rejimlərinə uyğun fırlanır. Bunun bir dənə üstün cəhəti oldu ki, məsələn, podiuma gedəndə onsuz da bunun gücü çatmadığından maksimum sürətlə gedir deyə. Yəni, maksimum sürətlə maksimum qaz verməyə məcbur olursan. Maksimum qazda, pedalı da polnu fırlayırsan, elə uyğun gəlir. Baxsan, görsən ki, elə belə düzgündür, elə belə olmalıydı. Pas sistemini elə başa düşürəm ki, izah eləyə bildim də nə üçündür, nədir? Ayağa kömək edir. Cırt-cırt səsləri qalıb elə. Ona vaxtım yoxdur ki, onu da bir dənə əl gəzdirim, görüm haradan gəlirsə səsləri yığışdırım. Topla sürəndə səs eləmir. Amma elə ki, pedalı fırlayırsan, pedalı fırlayanda onun arxada da, qabaqda da amortisatoru vardı deyə adamı yelləyir. Pedal fırladıqca yellənirsən. Yerləndikcə də o cırt səs eləməyə başlayır.
olmamalıdır, düzəldəcəm. Hələlik üçün vəziyyət belədir. İndi düşəcəm, qabağa gedib buradan düşəcəm aşağı. Prospektə düşəcəm. Oradan da gedib svetoforun yanından, bağın qutaracağından, daha doğrusu da 2 bağ var. 2 bağın arasından Sadıqcanla qalxacam yuxarı, yenə bu prospektə, Gəncə prospektinə. Belə bir dənə quruq eləyəcəm. Baxaq nə göstərir. Adamlar belədir va. Addımını atır qabağa, amma hələ qabağa baxmır. Hamı belədir, çox adam belədir. Demirəm imini bu adam belədir. Hamı belədir. Ona görə maşınla olanda da, velosipedlə olanda da, laf elə piyada olanda da adamlara fikir vermək lazımdır. Adamlar, məsələn, velosipedlə çox görürəm onu. Adamın üzünə baxır, görür, velosiped gəlir. Elə bir ki, beyni dərk eləmir. Daha prosta gözü baxır, amma beyni dərk eləmir. Ya da ki, şuuraltı fikirləşir ki, velosiped də yəni dəysə dəşin olmaz. Ya da o yana gedəcəkdə adam kimi şeydir, haransız gedə bilir. Maşın deyir ki, yoldan çıxmağa qorxsun. Buradan yol desən düzəlir, pedal yummaş aldı. Tok qoşmamışam. Tokları söndürə bilərəm. Zamıq söndürdüm. Batarya ekonom eləyək. Biraz qorxuram. Yarım sonra bataryanın gücü çatmaz, mən yuxarı piyada qalxası olaraq. Amma əslində çıxmışam ki, göyə yoxlayayım ki, bunun bataryasının gücü nəyə çatır? Sür. Qorxma, mən buradayım. Olmadı ki da. Dala verir ki bu. Niye dala verirsən? Yola çıxıb nə fikirləşdi, dala verdi. Bilməm, adamlar nə yiyirlər, niyə bir olurlar. Burada spust var. Spust getməyi həmişə ləzzət edir. Hər spustun da bir podiumu var. Bir podiumun da bir spusku var. Necə ki, gecə ilə gündüz. Gecədən sonra gündüz gəlir, gündüzdən sonra gecə gəlir. Mən də o nöqteyi nəzərdən hesablayıram ki, nə deməli, götürsək ki, lap belə deyək ki, mən bu batarya ilə lap 10 kilometr və yaxud deyək, lap cəmi 5 kilometr yol gedə bilərəm. Məsələn, 5 götürək də, deyək ki, ilkin üçün. Hesablayaq ki, mən 5 kilometr gedə bilərəm. 5 kilometr gedə bilərəmsə, elə bir ki, şey kimi də, Prius kimi. Mən o yolun yarısını podium, yarısını spust düşəcəm də. Odur ki, o 5 kilometr, 10 kilometr keçmək olar. Əsas avtobus gəlmir, girək avtobus yoluna. Qabağımızdan etdi. Aha, yenə də kimsə orada maneə yaratmağa başladı. Yol açılıb, bu sürməyəcək indi. Yolun qırağını verməyə, saxlamağı üstünü götürdü. Əlimi yummuşam, amma hava soyuqdur ha, deyim ki. Əlcək götürmüşəm. Rus geymədim ki, yəqin lazım olmayacaq, amma hava soyuqdur. 5-6 dərəcədir da, yoxsa 7 dərəcədir səfərimizdə. Açqın da uyğun deyil. Gözlərim sulanır. Arxanı konkret görmürəm. Balaca güzgüdən arxanı görmürəm. Gözlərim sulanıb. Amma Mazda kimi rolu
düz tutmaq olur deyə diqqət edəndə arxada rahat görsənir. Bu mənə bıraxacaq görəsən, fikirləşən adam qorxur. Vərdişləri yoxdur cəmaatın. Cruise control müvəqqəti olsun deyə gördüm, mən bu cür işləyir, o mən sərf eləmədi. O da yəqin ki, kontrollerdən asılıdır. Gələcəkdə ola bilər kontrollera girişərəm, görüm onun içində o sistem varsa, onun da şunurlarından çıxış şeylərəm, çıxardarım, şöyle oradan qoşaram. Olmazsa kontrol dəyişməli olar yəqin ki, ola bilsin ki, bu ucuzundandır. Elə balası olmağından da görsənir ki, yəqin ki, ucuzdur. Çat başladı. Hə, soxacaq. Yox, bir iş geçəcək. Buradan getdik padyoma. Hələ ki gedirəm. Arada bir azaldım biraz. Güngülləşsin. Lap azal qoyacağım. Yəqin parkasında biraz istirahət eləmək istəyəcəm. Orada söhbət eləyərik. Bunun xüsusiyyətlərindən danışmaq istəyirəm. Nə bacarır, nəyi yaxşıdır, nəyi pisdir. Bizdə Bakıda hələ ki elektrovelosiped çox deyil, amma axır vaxtlar mən baxıram çoxalıb. Düzdür, çoxsuz şeylərdir. Çatdırılmada işləyənlərdir. Çoxsuz, onlara daha çox lazımdır. Əksəriyyəti də yığılma velosipedlərdir. Belə Zavaskoy deyil. Onun da öz üstünlüyü var. Zavaskoyun da öz üstünlüyü var. Onlar belə danışmaq istəyəcəm. Niyə danışıram? Ona görə ki, dediyim kimi ölkədə yavaş-yavaş velosipedə həvəs oyadırlar. Velosiped yolları çəkirlər. Və cəmaatı söndürək. Odur ki, cəmaat meyil göstərir də, alır da, velosiped alır. Velosipedlər çoxalıb, skuter da çoxdur. Həm də ki, velosiped çoxaldıqca da yavaş-yavaş adamlar elektrik velosipedlərə meyil göstərirlər, almağa başlayırlar. Sürətlə gedəndə mənim hayf ki, sürət ölçənim yoxdur. Sürət ölçənim yoxdur. O qarmaşqanın ki, keçdi, amortisatlar olmasa, o biri velosipedlə çətin olardı, yəqin ki. Kameranın stabilizatoru qoymur o titrəyişləri göstərməyə. Kesim herhalde parka.
Parkda deməli heç adam yoxdur. Həm də kontrol edə belə bir sistem olur ki, nədir bu? Cruise control. Cruise control eyni maşında olduğu kimi. Knopkanı basırsan, yığdığın sürəti saxlayır. Tormuza basanda da, bunda sıxanda deyil. Tormuzu sıxanda kontroldan çıxır. Deyəsən, qaz verəndə də kontroldan çıxır, maşında elədir. Axır ki, sürəti stabil saxlamaq üçün uzun yol gedirsən, ruçkanı əlində belə saxlamayarsan, normal saxlayarsan rolu deyə cruise kontrola qoya bilərsən. Onlar mənim üçün hələ ki artıqdır, ona ehtiyacım yoxdur, onlar yetişməyib hələ ki. Amma gələcəkdə ola bilər ki, onları tapam düzəldəm. Pas sistemi də onun kimi. Bundan başqa bunun var burada, bax, bu ruçkanı, tormuz ruçkaların hər ikisini. Hansını çəksən, sıxsan, tormuz versən, tormuz verən kimi buradakı bu kabellərdə kontakt yaranır, beyinə komanda verir ki, motoru söndürsün. Motoru atqıçat verir, yəni motor da güc vermir. Ki, tormuzlaya bilərsən. Motor bir var, motor qabağa basa, sən də tormuz verirsən, əlinç olmasın deyə. Ya da ki, çaşıb əlin həm qazda, həm də tormuzda olmasın deyə. Elə tormuza əlini qoyan kimi, çəkən kimi biraz, o saçca motor sönür. Çox qəşəng şeydir. Rejimdə, o yaxşıdır, onu yaxşı şəkildir. Qalan da nə deyim bunun, tormuzları mexanikidir. Sistem də demərəm çox bahalı bir şeydir, amma çox qəşəng şeydir, çox əlverişli şeydir. İndi havalar soyuqdur, soyuqda biraz bataryada az məsafə gedə bilir. Hava isti olanda batarya da yaxşı özünü aparır. İndi havalar qızdıqca biz də biraz daha da dərinlərə gedərik. Hələlik çox uzağa gedə bilmirəm, ona görə ki, bateriyanı tanımıram. Nə qədər gedə bilir. İndi yoxlamağa çıxmışam, amma onunla bir də yenə də ekonomiya sürürəm, amma ekonomiya eləmək lazım deyil də. Mənə gəl sürmək lazımdır ki, görüm nə qədər gedir. Düz yolda sürə bilmirəm, çünki dala qayıtmağa evə padioma çıxmalıyam. Ona görə çətinliyim var. Yoxsa düz yol olsaydı, düz yolu sürərdim, görərdim hara kimi gedir. Abrat da pedalla gəl də, heç bir problem yoxdur. Pedalla yəni gəlmək olur. Adamı yorsa da biraz gəlmək olur. Belə, çox danışdım desən, yoluma davam edeyim. Kalanı da sonra danışarım. Keçən dəfə qoşmamışdım Stravanı. Bu dəfə qoşdum. Bundan istifadə eləməmişəm. Görün necə olan şeydir. Gedək görək. Qaz verəndə işığın biri sönür yenə. Batarya balacadır da, zəifdir. Balacadır. Oy da yağış yağdı ki. Yağış yağdı, bu yaxşı olmadı. Elektronikalarım yenə bir səbəti də islanacaq. Yaxşı olmayacaq. Düz evə getməyə məcburam.
İşığın biri qaldı. Elə və məni bu gücdən çatdırır ki. Çox bərk podyumdur bura. Arada pas sistemi qoşulur, orada dəyir nəyəsə qoşulur, ona görə tamam çıxardım oradan. O kadar ki su tutmuşum ləzzətdən, onu yuxarı qalxmaq lazımdır. Sırdı da. Ancak gördük. Maşınlarla getmək ləzzət eləmir. Buralarda velosiped yolu yoxdur deyə maşınların arası ilə, yanı ilə etibar eləmədiyin adamlardır hamısı da. Hadi 15 yerini keçdim.
Hələ ki podium davam edir. Evə aparacaq. Evə aparacaqdır. Amma yenə də yoxlaya bilmədim də. Yenə də tam yoxlaya bilmədim ki, bunun gücü nəyə çatır. Bəlkə tam qazı bassam çox tez öldürə bilərəm. Quruğu velosipedlə keçmək. Avtobusa yol veririk, basıb gedirik. Evə kimi çatdırdı. Çox gözəl.